Qanuni tənzimləmə uşaqların şəxsi məlumatlarının qorunmasını özündə əks etdirir. Əgər bu qorunma olmazsa, uşaqlara qarşı narahat edici məqamlar və kiberzorakılıqlar üzə çıxa bilər. Azərbaycanda da bu məsələ ilə bağlı xoşagəlməz məqamlar kifayət qədərdir. Vaxtaşırı bir sıra dövlət qurumlarında bu mövzu gündəmə gətirilirsə də, məsələ ilə bağlı yekun qanun hələ qəbul olunmayıb. Yox, konkret olaraq bugün deyək ki, internetin istifadəsi, internetdən istifadənin məhdudlaşdırılması haqqında hər hansı bir qanun layihəsi yoxdur. Belə deyək ki, Azərbaycan demokratik dəyərlərlə inkişaf edən bir ölkədir və burada uşaqların da hüquqları qorunur. Amma əlbəttə ki, bu hüquqlar da nisbidir. Əlbəttə ki, əgər bu hüquqlar deyək ki, ümumilikdə həmin uşağın gələcəyinə zərərlidirsə, ziyan verirsə, əlbəttə ki, bunun qarşısının alınması üçün müəyyən mexanizmlər olmalıdır. Onu da qeyd edək ki, məsələnin aktuallığına görə bununla bağlı bir neçə mexanizmin mövcud olduğu da vurğulanır. Həmin mexanizmlər də hazırlanıb əslində. Bugünə deməli internet segmentində 10 mindən çox segment var ki, bunlara deyək ki, uşaqların girişi üçün xüsusi proqramlar hazırlanır, proqramlar tətbiq edilir. Psixoloqlarda qadağanın düzgün yanaşma olmadığını vurğulayırlar. Əksinə, bu zaman meylin daha çox olduğu qeyd edilir. Mütəxəssislər əlavə olaraq onu da qeyd edirlər ki, belə hallarla qarşılaşdıqda valideyn və uşaqların təlimlərə qoşulması, psixoloqlarla söhbət etməsi ən doğru həll yoldur. Ən yaxşı tərbiyə üsulu isə valideynlərin övladları ilə səmimi münasibət qurmasıdır.